Paşinyan? Seni Ne oldu ben? eşitmemi. Bu ne oldu Paşinyan? İşte de hemen Paşinyan'ın anasıymış sen de. O da Dilican kızıymış ha. Vay orada hemen Paşinyan dünya mal kazandı bak. Sen Allah. Andolsun Allah'a. Allah. İndi Paşa. He diyelim dana. Kimin oğludur? Hayır ben biriyle takı neşe verdi sana. 300-400 tak verip hırda kuruştan başka. Şimdi de Ermeniye değil köpeğoğlu değil. Ben kol çekmeseydim bütün Yerevan'ı götürecekti Azerbaycan. He. Ha. İndi kimin oğludur Paşanyan diye. Hayat bütün yamallı. Ona bak. Vay Yaşar'dan zaten büyüktü ha. Bu. Ha orada işleydik. Türende. Hası. Hemen akçını almıştı bak. Paşinyan'dan nasıl? Vay hemen bak. Veli de soru söylüyor. Har aydı, ora har aydı. Söylü versin. Harda. Gümüş keçti. O vaxtı. Ay o vaxtı he. Onda Mahalgil'in kardeşiydi Paşinyan. Ay büyük dolardan büyüktü. Yani kardeşlerdi mi? He? Kardeşlerdi mi? Ay büyük dolardan. Bildim ya yani kardeşi de mi? He dana kardeşi. Ata bir kardeşti var. Telman'dan da büyüktü. Telman'dan da büyüktü. 2 yaş mı 1 yaş mı he. Ben eşittiğime göre Paşinyan onun asli kökü Türk. Türk değil mi? Paşayip'ten yapılmış. Bunların Paşayip oldu. Paşalı olurlar. O natural Azerbaycan evladı. Resmi diyelim. Gelsin Paşa'yla kaba oturmuş edeyim ona. Öyle onun kökü bu dağ kəsəvəndendir. Bizim kənttəndə. Onun deməli nənəsi o vaxtda Susana deyirdilər. Mənim babam danışırdı, ağadır. Onun deməli nənəsindən də babası bizdə ağa yoluydular. Burada qulluq edirlər. Fayton sözləri onun nəvələri. Onu da Paşinyan dağ kəsəvən adını onu çəkir. Onun nənəsi də babası da budandır. Nənəsi nə dəri? Gəlmədi, erməni arvadıdır. Dədəsi kökü bizdəndir, çox təsir. Ona görə onu çox açıq ağasına söyləyirəm ki, biz ki, Paşinyan Türk'dür nə? Bir sonra yazıq öldür elərlər, ona görə. Yəni əsli dağ kəsəvəndən də budandır, bizim adamdır. Cerro Crash patlıcını vatnanel vorme vote мексикиненке вортарицикнурин patlıcın грель. Наши истории были написаны империями. Сегодня мы пишем свою историю, потому что не умеем писать историю с какого-то века, потому что нам большие силы не разрешали писать свою историю, сказали, что не вмешивайтесь, мы сами для вас напишем, дадим, а вы читайте, выучите наизусть и распространяйте.